Hörmətli izləyicilərimiz, biz yenə də 10 dekabr 2025-ci il tarixdə Ağdaş rayonundayıq və biz Ağdaş rayonunun bir çox kəndlərində olmuşuq, Tofiqi kəndində olmuşuq və bu günləri də gəlmişik Zardam kəndinə və ömrünü 43 ildən yuxarı müəllim kimi fəaliyyət göstərən, fədakarlıq edən gözəl bir ailəyə qonaq gəlmişik. Müəllim, sizi xoş gördük. Çox sağ olun, xoş gəldiniz. Çox sağ olun. Müəllim, adınız, soyadınız? Kərimov Ağa Kərim Xalidoğlu. Müəllim, neçə il müəllim kimi fəaliyyət göstərmişsiniz? 43 il. Bax, bu 43 il ərzində hansı uğur nailiyyətləriniz olub? Uğur nailiyyətlərim elə bir nətərdir, şey olmuyor və Yəni şahidləriniz olub da, bir çox şahidlər yetişdirmişsiniz də? İşlədiyim müddətdə işimdə həmişə Məsuliyyətli olmuşsunuz. məsuliyyətli olmuşam. Çox gözəl müəllim. Həqiqi deyirəm, gerçəkdən deyirəm. Bəli. Həm də ki, ibtidai sinif müəllimi olmuşsunuz da. İbtidai sinif müəllimi olmuşam. Birinci xaçmazda işləmişəm. Quba xaçmazında işləmişəm. Sonra da Zardam kəndində. Sonra gəlmişəm, Kutanar kəndində işləmişəm bir il. Qalan 41 ilimi burada işləmişəm. Zardam kəndində işləmişəm. Çox gözəl. Müəllim, bütün müəllimlərimiz əziyyət çəkirlər. Müəllim əməyi unudulmazdır. Müəllim əməyi həm şərəfli peşədir, həm də çox çətin peşədir. Və bütün müəllimlər əziyyət çəkirlər. Eynilə siz də əziyyət çəkirsiniz. Amma ibtidai sinif müəllimləri tam başqa cür əziyyət çəkirlər. Çünki bizə ilk dəfə qələm tutmağı, sonra ana ata sözünü, vətən sözünü bizə sizin üçün müəllimlər öyrədirsiniz və bizim əlifbamız da siz öyrədirsiniz, rəqəmlər də siz öyrədirsiniz və birinci sinif, yəni 4-cü sinifə qədər əziyyət çəkmisiniz. Əlbəttə ki, uşaqların təlim tərbiyəsi ilə də məşğul olmusunuz və minnətdarıq sizə, çox sağ olun. Sizin həyat yoldaşınız kimdir müəllim? Adı, soyadı? Mən deyim, özü üçün. Deyin, adı, soyadınız? Kərimov Əsmaya, öz xalası qızıyam. Nə gözəl. İndi xala qızlara icazə vermirlər ailə həyatı qurmağa. Gör neçə il bununla qabaq olub da. Əlbəttə. Bax, müəllim çox gözəl insan olub. Müəllim həm müəllim üçün fəaliyyət göstəribdi və 43 ildə elə bir ilin ömrü deməkdir. Demək olar ki, yarısını elə təhsilə veribdi. Bəs necə həyat yoldaşı olub? Çox gözəl. Və sizin neçə övladınız var? Maşallah olsun, 6 dənə azmaz. 3 qız, 3 Adlarını oğlan. deyin. Bəli. Adlarını deyin. Zərifədən başladılar, böyükdən başladılar. Zərifə deyir, Xaləddin deyir, ikinci. Maşallah. Maşallah gününüz olsun. Anardır. Anardır, Cəlalə deyir, Aha. Elgündür, Ədilə. Maşallah. Övladlarınız da ali təhsillidirlər yoxsa yox? Bəli. Övladlarınız orta təhsillidir, amma hansısa bir peşənin sahibidirlər. Yəni usta işçilərdən- olmaq da böyük bir, yəni sənətkar olmaq da böyük bir işdir, usta olmaq da böyük bir işdir. Və müəllim, bax neçə ildə əziyyət çəkmisiniz, əlbəttə ki, fədakarlıq eləmisiniz. Biz sizin üçün müəllimləri yad eləmək bizim borcumuzdur və biz də bu günləri gəlmişik sizin üçün gözəl müəllimin evində qonaq olmağa. Çox sağ olun, evinizin qapısını da açmısınız bizə. Bax, sizi sevən dostlarınız olubdu, müəllim kollektivində işləmisiniz. Övladlarınız var maşallah. Neçə nəvəniz var? 11. 11 nəvəniz var. Bax, buradan həmin şəxslərə hansı sözlər deyərdiniz? O şəxslərə, dostlarınıza, övladlarınıza, sizi sevənlərə nə Bunu deyə deyərdiniz? bilərəm ki, hansı bir işdə olurlarsa olsunlar, Bəli, sağlam canla işlərini düzgün vursunlar. bəli. Müvəffəqiyyət qazansınlar, nə bilmən uğur qazansınlar. Ən yaxşı arzular olaraq bildirirəm. Çox sağ olun, müəllim. Biz də sizə Çağdaş Təhsil Mətbuatının komandaları olaraq sizə bundan sonraki həyatınızda da uğurlu nailiyyətlər arzu edirəm. Arzu edirəm ki, müəllim sizin 80 yaşınız, 90 yaşınız olsun və gələk yubileylərinizdə iştirak edək. Çox sağ ol. İnşallah. Təşəkkür edirik, minnətdarıq, çox sağ olun. Çox sağ olun. Gələn həyatlarınız var olsun.